Mən istəyərdim ki, anam mənə qardaşa da bacı verərdi. Bağışlayardı mənə. Amma o ucu başladı. Ucu vaxt yoxdur ona. Ana İngilizce dediniz. Qocaldılar. Mən fikirləşirəm bundan sonra ana olmağı. Allah qoysa, yəni mən də artıq Cihadın anasıyam, amma ki, hələ fikirləşirəm ki, qarşıdakı bir 7-8 ildə ola bilər ki, bizim çox tanışlarımız var, uşaqları 15-16 yaşına çatanda yenidən evlat gətirirlər dünyaya. Yəni, bu heç istisna olan bir şey deyil. Allah qoysa, olacaq ki, Cihada ya bacı ya qardaş bağışlayacaq. Olmaq istəyirəm müğənni, anam kimi, amma görürəm ki, sesim yoxdur. O müğənni olmayacaq çünki mən inanmıram o müğənni olsun. Çünki mən istəmərəm Azərbaycanda yalançı müğənnilərin sayı artsın. Dərdimlə sən, vallah öləcəksən, məndən başqa heç kimi sevməyəcəksən. Minlərlə can qurban oldu, hüdudundan keçən əskər, hərə bir qəhrəman oldu. Sən olasan Gülistan, sənə hər an can qurban, sənə bir çox məhəbbət, sinəmdə qurmuş məkan. Nə olar ki, burada da jurnal oğluyam, adamdır da.